Salam şagirdlər. Bu dərsimizdə sizlərlə baxarıq ikinci bölmə üzrə ümumiləşdirici tapşırıqlar hissəsindən olan məsələlərin izahlarına. Başlayırıq birinci sualdan. Verilmiş sözlərdən istifadə edərək mətni tamamlayın. Açar sözlərimiz yerdəyişmə, yol və trayektoriya. Formasına görə əyri xətti və ya düz xətti ola bilər. Bu trayektoriyanın növləridir. Deməli, ilk yerdə trayektoriya olmalı idi. Trayektoriya. Sonra, hərəkət zamanı heç vaxt sıfır ola bilməz. Heç vaxt sıfır ola bilməz, bu yoldur. Yəni, cisim hərəkət edirsə, onun getdiyi yol heç vaxt sıfır ola bilməz. Vektorial kəmiyyətdir, bu yerdəyişmədir. Yerdəyişmə. Sonra, beynəlxalq sistemdə vahidi metrdir. Yol və yerdəyişmə hər ikisinin beynəlxalq sistemdə vahidi metrdir. Yol və yerdəyişmə. Sonra, sıfır ola bilər, bu da yerdəyişmədir. Yəni, cismin hərəkəti zamanı yerdəyişmə sıfır ola bilər. Haçan, əgər cismin hərəkət trayektoriyasının başlanğıc və son nöqtələri üst-üstə düşərsə. Yəni, cisim hərəkətə başladığı nöqtəyə geri qayıdarsa. İkinci sual. Verilmiş qrafiklərdən hansı cismi yol zaman qrafiki ola bilməz? Biz bilirik ki, yol həmişə müsbət skaler kəmiyyətdir. Sıfırdan başlayıb daim artmalıdır. Yol heç vaxt zamana görə azala bilməz. Burada doğru cavabımız 2 olmalıdır. Hətta başqa qrafiklərimiz də var. Onlar heç vaxt yol zaman qrafiki ola bilməz. Məsələn, yol heç vaxt zamana görə sabit qala bilməz. Yol heç vaxt zamana görə qiyməti əvvəlcə azalıb sonra artsın. Yəni, belə bir hal mümkün deyil. Yolun başlanğıc qiyməti olub sonra artır. Yəni, belə bir variant da heç vaxt mümkün deyil. Yol həmişə sıfırdan başlayır və daim artır. Yəni, bu kənarda göstərdiyim qrafiklərdə heç vaxt yol zaman qrafiki ola bilməz. Sonra baxırıq 3-cü suala. Avtobus gün ərzində bir şəhərdən digər şəhərə və əksinə sərnişin daşıyır. Bu müddətdə aşağıdakı kəmiyyətlərdən hansı sıfır ola bilər deyir. Sıfır ola bilər. Yol heç vaxt sıfır ola bilməz. Yerdəşmə sıfır ola bilər. Cisim öz hərəkət trayektoriyasının başlandığı vəziyyətə qayıdırsa, onda yerdəşmə sıfır ola bilər. Təcil sıfır ola da bilər, olmaya da bilər. Təcil sıfır olması üçün təbii ki, burada cisim bərabər sürətdə hərəkət eləməlidir. İndi biz avtobus, sərnişin daşıyan avtobusdan danışırıqsa, yəni ki, normalda burada avtobusun təcili sıfır olmayacaq. Çünki gün ərzində avtobus sərnişini endirmək və yaxud da digər insanları avtobusa götürmək üçün dayanıb yenidən hərəkətə başlaması lazımdır. Bunun üçün də mütəmadi olaraq onun sürəti dəyişir. Sürəti dəyişirsə demək ki, təcili sıfır ola bilməz. Sonra, yola görə sürət. Bu da sıfır ola bilməz. Yola görə sürətin sıfır olması üçün yolun özü sıfır olmalıdır. Bu da mümkün deyil. Sonra, yerdəşməyə görə sürət, bəli, bu sıfır ola bilər. Yerdəşmə sıfırdırsa, deməli, yerdəşməyə görə sürət də sıfıra bərabər ola bilər. 4 nömrəli sual. Aşağıdakılardan hansılar sürətin vahidləridir? Bilirik ki, sürət V bərabərdir S bölü T düsturundan hesablanır. Yəni, yolu zamana və yaxud da yerdəşməni zamana bölməliyik. Onda sürət vahidləri də məsafə vahidi bölünsün zaman vahidi olmalıdır. Birinci desimetr bölünsün dəqiqə. Bu sürət vahidi ola bilər. Desimetr məsafə vahidi, dəqiqə zaman vahidi. Bu sürət vahidi ola bilər. İkinci saniyə bu zaman vahididir. Olmaz. Metr bölünsün saniyə sürət vahididir. Metr məsafə vahididir. Olmaz. Kilometr böl saat, bu da sürət vahididir. Demək, burada cavabımız 1, 3 və 5 olmalıdır. 5-ci sual. M nöqtəsindən hərəkətə başlayan avtomobilin hərəkət trayektoriyası şəkildəki kimidir. Avtomobilin istiqamətini dəyişdiyi döngələr düzbucaq təşkil edir. Avtomobilin yola görə sürətini bizə 20 metr bölü saniyə verib, onun hərəkətə sərf etdiyi zamanı və yerdəyişməyə görə sürətini bizdən istəyib. Yola görə sürəti bizə 20 metr bölü saniyə verib. Bilirik ki, yola görə sürət bərabərdir. Yol bölünsün zaman. Yol bölünsün zaman. İndi, avtomobilin getdiyi yol məlumdur. Yola görə sürət məlumdur. Buradan cismin hərəkətdə olduğu vaxtı tapa bilərik. T bərabərdir. Yolu bölməliyik yola görə sürətə. Bu da bərabərdir. Avtomobilin getdiyi yol. Şəkildə diqqət eləsək, avtomobil M nöqtəsindən hərəkətə başlayıb. Əvvəlcə sola doğru 400 metr, sonra yuxarı 600 metr, toplam elədi 1000 metr, sonra sağa doğru 2 kilometr. Elədi 3000 metr toplayanda 3600, bir də buradan 400 elədi toplam 4000 metr. Deməli, avtomobilin getdiyi yol oldu cəm 4000 metr. 4000 bölək. Yola görə sürətdə bizə 20 vermişdi. Bölürük 20. Buradan alırıq, sıfırlar ixtisara getdi 200. 200 saniyə. Yəni, avtomobilin hərəkətdə olduğu müddət cavab elədi 200 saniyə. Bu bir dənə cavabımız.
Bir də yerdəşməyə görə sürəti bizdən istəyir. Yerdəşməyə görə sürətləri tapmaq üçün yerdəşməni tapıb zamana bölməliyik. Artıq zaman bəllidir bizə. 200 saniyə bunu tapmışıq. Yerdəşmə nəyə bərabərdir bəs? M nöqtəsi ilə N nöqtəsi arasında qalan məsafə. Bu məsafəni də tapmaq üçün və diqqət edirik. M nöqtəsindən sola doğru 400 metr gedib, N nöqtəsindən də sağa doğru bir 400 var. Onda MN məsafəsi burada 1200-ə bərabər olacaq. Çünki burada dördbucaqlıdır. Qarşı tərəflər birinə bərabər olduğu üçün yuxarı 2000 metrdirsə, aşağı da 2000 olmalıdır. 400 solda və sağda toplam 800 metr məsafə qalır. Deməli aradakı MN məsafəsi də 1200 olmalıdır. Onda avtomobilin yerdəşməsi oldu 1200. 1200-ü də burada 200-ə böləcəyik. Demək cavab buradan alırıq. 6 metr bölünsün saniyə. Yerdəşməyə görə sürət oldu 6 metr bölək saniyə. Sonra baxırıq 6 nömrəli sual. Cisim M nöqtəsindən N nöqtəsinə 20 saniyə ərzində gəlir. Onun hərəkət trayektoriyası uzunluğu 32 metr olan çevrənin bir hissəsindən keçir. Avtomobilin hərəkət trayektoriyası uzunluğu 32 metr olan çevrənin bir hissəsindən keçir. Baxın, bura diqqət eləsək, trayektoriyanın bir hissəsi çevrənin uzunluğu 32 metr olan bir çevrənin 4də birindən keçir. Onda bu hissənin uzunluğu 8də 1 olmalıdır. Ümumi çevrə 32 metrdirsə, onun 4də 1 eləcək 8 metr. İndi bizə deyir, M və N nöqtələri arasındakı ən qısa məsafə də 30 metrdir. M və N nöqtələri arasındakı ən qısa məsafə sanki bizə yer dəyişməni verib də 30 metrdir. Buranda 30 metr verib bizə. İndi sual olunur, yola görə sürəti hesablayın. Yola görə sürəti tapmaq üçün yolu zamana bölməliyik. İndi yolumuz nə qədərdir? 15 metr buradan bura, sonra 8 metr 23, bu da 8, 31, buradan burada 9 metr 40 metr. 40 metr oldu yol. Vaxtı da bizə vermişdi 20 saniyə. 40-ı bölürük 20'ye. Tapdıq buradan 2 metr bölək saniyə. Deməli yola görə sürət oldu 2 metr bölək saniyə. Sonra yerdəşməyə görə sürəti tapmaq üçün yerdəşməni zamana bölməliyik. Yerdəşməni vermişdi bizə 30 metr. Bölək zaman da 20 saniyədir. 30'u da 20'ye böləndə cavabımız eləcək 1,5 metr bölünsün saniyə. Bu da oldu yerdəşməyə görə sürət. Sonra baxırıq 7 nömrəli suala. İki avtomobildən biri 22 metr bölü saniyə sürətlə, digəri isə 18 metr bölü saniyə sürətlə qarşı-qarşıya hərəkət edirlər. Başlanğıcda onlar arasındakı məsafə 10,8 km olarsa, avtomobillər neçə saniyədən sonra qarşılaşar? Zamanı tapmaq üçün cisimlər arasındakı məsafəni nisbi sürətə bölməliyik. Yəni nisbi sürət, bunlar əks istiqamətlərdə hərəkətdə olduqları üçün biz bilirik ki, cisimlər əks istiqamətdə hərəkətdə olarkən birinin digərinə nəzərən sürətini tapmaq üçün onların sürətləri toplanmalıdır. Yəni bu halda nisbi sürət bərabərdir. Birincinin sürəti üstəgəl ikincinin sürəti bərabərdir. Birincinin sürəti 18, ikincinin sürəti 22. Toplam eləcək 40 metr bölək saniyə. Yəni birinin digərinə nəzərən sürəti oldu 40 metr bölünsün saniyə. Aralarındakı məsafəni də 10,8 km verib, metrlə ifadə etsək 10.800 metrdə bu. İndi zamanı tapmaq üçün 10.800 bölməliyik, nisbi sürətdə 40 tapdıq. Bölürük 40-a. 1080-ı 4-ə bölməliyik, bu da eləcək 2, 7, 0. Yəni 270 saniyə. Cavabımız olmalıdır 270 saniyə. Sonra baxırıq 8 nömrəli suala. Uyğunluğu müəyyən etmək istəyir bizdən. Sürət zaman qrafikləri 4 dənə verib, bunları yavaşlayan, bərabər sürətli və yeyinləşən hərəkət olmaqla qruplaşdırmalıyıq. Birinci sürət zaman qrafiki. Cismi sürəti 0-dan başlayır və getdikcə artır. Sürət zamana görə artırsa, bu bərabər yeyinləşən hərəkətə aiddir. Deməli, A aiddir üçüncüsünə. Sonra ikinci qrafik. Zaman keçdikcə sürətin qiyməti azalır. Bu bərabər yavaşlayan hərəkətə aiddir. B aiddir birincisine. Sonra üçüncü qrafikdə sürət yenə də zamana görə artır. Yəni birinci qrafikdən eynidir. Sadəcə fərq nədir? Birinci qrafikdə başlanğıc sürəti yoxdur, 0-dır. Amma ikinci qrafikdə cisim müəyyən bir başlanğıc sürəti var. Bu da yeyinləşən hərəkətdir. Üçüncüsü də aiddir. C də aiddir üçüncüsünə. Və dördüncüsü də ki, sürət zamana görə sabit qalıb dəyişmirsə, bu bərabər sürətli hərəkətə aiddir. Yəni 2 aiddir. 1-ə B, 2-yə D, 3-ə A və C. Sonra 9-cu sual. Yol zaman qrafiki aşağıdakı verilmiş cismin yola görə sürətini, təcilini, sürət zaman qrafikini və 30 dəqiqə ərzində cismin getdiyi yolu bizdən istəyir. Yola görə sürəti tapmaq üçün yolu zamana bölməliyik və bərabərdir. L bölünsün T düsturuna görə. Yol, indi qrafikin üzərində bizə 2 dənə nöqtə var. Fərqi yoxdur, hansı nöqtəyə görə hesablasaq, nəticəmiz eyni alınacaq. Deyək ki, 120 götürək, 120-ni bölürük, zaman 10. Bərabərdir 12 metr bölək saniyə.
Və yaxud da digər nöqtəni də götürsək, orada 60-ı 5-ə bölməlidir. Yenə də 12 metr bölünsün saniyə alırıq. Sonra ikinci təcili bizdən istəyir. Bərabər sürətdə hərəkət olduğu üçün L-in T-dən asılılığı düz mütənasib görürüksə, onda L bərabərdir VT düsturuna görə gəlir sürət sabit olsun ki, LT-dən düz asılı qalsın. Demək ki, o bərabər sürətdə hərəkətdir. Bərabər sürətdə hərəkətdə də təcil sıfıra bərabərdir. Təcil yoxdur. Sonra üçüncü sürət zaman qrafikini qurmağı bizdən istəyir. İndi sürət zaman qrafiki bərabər sürətdə hərəkətdə bilirik ki, sürət zaman qrafiki zaman oxuna paralel düz xəttdir. Yəni sürət dəyişməməlidir. İndi sürətin də qiymətini 12 tapmışdıq. Burada 12 qeyd edirik. Yəni burada sürət zaman qrafiki bu şəkildə olmalıdır. Və dördüncü sual 30 dəqiqə ərzində cismin getdiyi yolu bizdən istəyir. Yol ifadəsi bizdə L bərabərdir VT düsturuna görə. Sürət bizdə 12 tapdıq. 12 vuraq. T də 30 dəqiqədir. Onu da saniyə ifadə eləsək 30-u 60-a vurmarıq. 1800 saniyə. Yəni 30-u burada 1800-ə vurmalıyıq. İndi 12-ni 18-ə vursaq, 16 1 yadda, 9 2 1. Bu 6 1 216. Yəni 21600 metr alırıq və yaxud da kilometrə yazsaq 21,6 kilometr. Yəni 4-cü sualımızın da cavabı bu qaydada olmalıdır. Sonra baxırıq 10 nömrəli suala. Uyğunluğu müəyyənləşdirmək istəyir bizdən. 3 dənə sürət zaman qrafikinə görə. Sürət azalır. Bu ikinci qrafikə aiddir daha doğrusu. Yəni zaman keçdikcə sürət azalır. Sonra təcil müsbətdir. Təcil müsbət olması üçün sürət zamana görə artmalıdır. Bu birinci qrafikə aiddir. Sonra təcil sıfıra bərabərdir. Təcil sıfıra bərabərsə demək cisim sabit sürətlə hərəkət edir. Yəni bərabər sürətdə hərəkət. Sonra sürət artır. Sürət artır bu birinci qrafikə aiddir. Sürət artır. Və təcil mənfidir. Təcil mənfi isə sürətin modulu zamana görə azalmalıdır. Bu da ikinci qrafikə aiddir. Yəni 10-cu sualın da cavabı bu şəkildə olmalıydı. Sonra baxırıq 11 nömrəli suala. Aşağıdakı kəmiyyətlərdən hansı və ya hansıları sıfır olduqda cisim hərəkət etmədiyini demək olar? Hansı kəmiyyət sıfır olduqda cisim hərəkət etmədiyini demək olar? Yola görə sürət və yol. Cavabımız 1 və 3 olmalıdır. Ümumiyyətlə, yol və yola görə sürət, cisim hərəkəti zamanı bunlar heç vaxt sıfır ola bilməz. Əgər yol sıfırsa, bu demək ki, cisim yerindən tərpənməyib, yəni hərəkət etməyib. Yol sıfırsa, demək ki, yola görə sürət də sıfırdır. Amma digər kəmiyyətlər, yer dəyişməyə görə sürət, yer dəyişmə, təcilin özü, bunlar hamısı hərəkət müddətində sıfır ola bilər. Məsələn, cisim hərəkət trayektoriyasının başlanğıc və son nöqtələri üst-üstə düşərsə, yerdəşmə sıfır ola bilər. Yerdəşmə sıfırsa, deməli, yerdəşməyə görə sürət də sıfırdır. Sonra cisim hərəkət müddətində sürətini dəyişmirsə, təcil də sıfır ola bilər. Və bu şəkildə. 12-ci sual. Sükunət vəziyyətindən hərəkətə başlayan qarışqanın təcili, sükunət vəziyyətindən hərəkətə başlayan qatarın təcilindən böyük ola bilərmi? Bilirik ki, təcil A bərabərdir. V çıx V0 bölək T düsturundan təyin olunur. İndi cisimlər sükunətdən hərəkətə başladığı üçün onda A bərabərdir. V bölünsün T qalır. İndi qarışqanın təcili qatarın təcilindən böyük ola bilər. Bəli, o halda ki, əgər bərabər müddətdən sonra, bərabər zamandan sonra qarışqa öz sürətini qatara nəzərən daha çox dəyişərsə. Və tutaq ki, 5 saniyədən sonra qarışqanın sürəti qatarın sürətindən daha çox olarsa, bu zaman qarışqanın təcili qatarın təcilindən çox ola bilər. Bu hal daxilində, yəni təcilləri böyük ola bilər. Sonra 13-cü sualda. Başlanğıc sürəti 18 metr/saniyə olan cismin təcili 1 metr/saniyə kvadrat olarsa, 5 saniyə sonra onun sürətini hesablayın. Bilirik ki, təcilli hərəkətdə, yəni dəyişən sürətli hərəkətdə son sürət V bərabərdir V0 plus AT düsturundan hesablanılır. V bərabərdir V0 plus AT düsturundan hesablanır. İndi burada başlanğıc sürəti bizə 18 verib, üstə təcilin proyeksiyası 1, vuraq zaman da 5. O hesablasaq, buradan alırıq 23 metr bölünsün saniyə. Cavabımız bu şəkildə olmalıdır. 14-cü sual. Eyni yerdən düz xətt üzrə əks istiqamətlərə hərəkət edən iki velosipedçidən birinin sürəti 10 metr/saniyə, digərinin sürəti isə 12 metr/saniyədir. 5 dəqiqədən sonra onlar arasındakı məsafə nəyə bərabər olar? 5 dəqiqə sonra hər biri nə qədər yol gedəcək, onları tapıb sonra toplamalıyıq. Çünki onlar əks istiqamətlərdə hərəkət edirlər. Deyək ki, sola istiqamətlənən velosipedçinin sürətini 10 qəbul edək. Onda 5 dəqiqə onun getdiyi yol tapsaq, deyək ki, bu 5 dəqiqə ərzində bu qədər məsafə qət edib, onda onun getdiyi yol bərabərdir. V T düsturuna görə sürətini bizə 10 verib, vuraq T. 5 dəqiqədir saniyələ ifadə etsək 300 saniyə. Bu da bərabərdir 3000 metr. 3000 metr. Deməli, sola istiqamətlənən velosipedçi 3000 metr yol gedib 5 dəqiqə ərzində. Sonra sağa doğru 12 metr/saniyə sürətlə velosipedçinin getdiyi yol bu məsafə olsun. Onu da
yolunu tapmaq üçün onun sürətini vurmalıyıq 5 dəqiqə. Sürəti 12 vuraq zaman 5 dəqiqə, yəni 300 saniyə. Burada getdi nə qədər yol? 3 dəfə 12, 36, 3600 metrdə bu yol getdi. İndi ikisi 5 dəqiqədən sonra onlar arasındakı məsafəni tapmaq üçün hərəsinin getdikləri yolları toplamalıyıq da. Əks istiqamətlərdə gediblər ona görə. 3000 üstə gəl 3600 və cavabımız alınacaq 6600 metr. Və bu şəkildə olmalıydı. Və 15-ci sualda Venn diaqramında bərabər sürətli və dəyişən sürətli hərəkət üçün uyğunluğunu müəyyənləşdirməliyik. Yeyinləşən ola bilər. Yeyinləşən hərəkət bu dəyişən sürətli hərəkətin növüdür. Yavaşlayan ola bilər. Bu da dəyişən sürətli hərəkətin növüdür. Təcili sıfıra bərabərdir. Bərabər sürətli hərəkətdə təcil yoxdur. Təcili sıfıra bərabərdir. 3 bura aiddir. Sonra sürət zamandan düz mütənasib asılı ola bilər. Sürət zamandan düz mütənasib asılı ola bilər. Bu dəyişən sürətli hərəkətə aiddir. Yəni zamana görə sürət xətti olaraq məsələn qrafiklərini də göstərək. Yeyinləşən hərəkətdə sürət zamandan asılılığı xətti olaraq artır və yaxud da sıfırdan da başlaya bilər. Yavaşlayan hərəkətdə isə sürətin zamandan asılılığı xətti olaraq azalır. Yəni qrafikləri bu şəkildədir. Və gedilən yol artır. Bu artıq hər ikisində. Fərqi yoxdur. Cisim bərabər sürətdə hərəkət eləsin ya dəyişən sürətdə hərəkət eləsin. Ümumiyyətlə bütün hərəkətlərdə cismin getdiyi yol həmişə zamana görə artır. Bu şəkildə olmalıydı.